30 iyun ölkəmizdə Sevgililər Günü kimi qeyd olunur. Bu tarix ölümsüz sevginin rəmzinə çevrilmiş 20 yanvar şəhidi İlham və onun sevgilisi Fərizənin xatirəsini yaşadır. Onların sevgisi illərdir dillərdə dastandır. Amma bu torpağın qoynunda elə sevgi hekayələri də yatır ki, onları hələ çoxları tanımır. Akstafadakı məzarlığın sükutu insanı ilk addımdan düşüncələrə qərq edir. Yan-yana uzanan iki məzar. Birində vətən uğrunda canını fəda edən şəhid Vəli Mustafazadə, digərində isə sevgisinin ayrılığına dözə bilməyən Arzu Oruçzadə. Onların da arzuları vardı. Gələcəyə dair qurduqları xəyallar, birlikdə yaşamaq istədikləri bir ömür vardı. Amma vətən müharibəsi bu sevginin taleyini dəyişdi. Vəli Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu. Bu xəbəri eşidən Arzu isə ayrılığı qəbul edə bilmədi. Son ürək sözlərini bir kağız parçasına yazdı və özünü xırdalanda 8-ci mərtəbədə binadan ataraq intihar etdi sevgilisinə qovuşmaq üçün. Bu acı xəbər hər iki ailəni sarsıtdı. Sonra isə çox ağır, amma bir o qədər də təsirli bir qərar verildi. Arzunun valideynlərinin razılığı ilə onun nəşi Bakıdan Akstafaya gətirildi və Vəlinin yanında torpağa tapşırıldı. O gün iki bədən deyil, iki ruh qovuşdu. Bugün həmin məzarların önündə dayananda anlayırsan ki, bəzi sevgilər zamanın hökmünə də boyun əymir. Çiçəklər solur, illər keçir, amma sevgi yaşayır. Elə buna görə də Vəli və Arzunun hekayəsi də Fərizə və İlhamın ölümsüz sevgisi kimi yaddaşlarda yaşamağa layiqdir. 30 iyun təkcə sevənlərin bayramı deyil, bugün həm də vətən uğrunda yarımçıq qalan ömürlərin, ayrılığa məğlub olmayan sevgilərin günüdür. Vəli və Arzu sübut etdilər ki, həqiqi sevgi bəzən ömürdən də uzun yaşayır. Onların qovuşduğu yer həyat olmadı, amma əbədiyyət oldu. Bu torpaq isə həmin sevginin səssiz şəhidi olaraq qalır. Sevgi nədir? Bəzən bir məhəbbət toz şəkilləri ilə yox, göz yaşları ilə yadda qalır. Bəzən ağ gəlinlik geyinmək qismət olmur, amma sevgi yenə də ömrün sonuna qədər ürəkdən silinmir. Bu ən böyük sevgilər bəlkə də dillərə dastan olanlar deyil, ən böyük sevgilər heç vaxt tamamlana bilməyən, yarımçıq qalan, amma heç vaxt unudulmayan sevgilərdir. Çünki həqiqi sevgi zamanın deyil, xatirələrin içində yaşayır. Ayrılıq bədəni ayıra bilər, amma ürəkdə yaşayan sevgini heç vaxt öldürə bilməz. Şəhid Vəli və Arzu kimi. Ruhları şad olsun. Bugün 30 iyun Sevgililər Günüdür. Gününüz mübarək olsun. Böyük sevginiz və ruhunuz qarşısında baş əyilənmə. Sevgi və sayğılarımla Roza Əli qızı, Akstafa rayonu Qarasəmli kəndi.